Biz tez-tez deyirik, ürəyimlə bacarmıram. Bir söz gəlişi deyirik, amma həqiqət ürəklə bacarmaq mümkün deyil. Ürəklə bacarmaq asandır. Heç kim öz ürəyi ilə bacarmır, heç kim. Bir adam yoxdur ki, ürəyi ilə bacarsın. Çünki ürək Allahın əlindədir. Biz hamımız istəyirik ki, Allahı, Peyğəmbəri, Əhl-i Beyti çox sevək. Sevməyinə sevirik, lap çox sevək. Amma niyə sevə bilmirik? Çünki öz əlimizdə deyil. Qüdrətimiz var, yox. Qəlb Allahın əlindədir. Qəlbimizi rahat dəyişə bilirik, birinə qarşı dəyişə bilmirik. Nə qədər eləyirik, ürəyimizə yatmır. Sadə məsələ deyil. Qəlbi abad eləmək Allahın əlindədir. Qəlbi bərbad eləmək də asan məsələ deyil. Bəziləri görürsən, çox çalışır, özünü xarab eləsin. Allah qoymur. Qəlbində nəsə bir şey, bu alın yazısı deyil, yazı deyil. Nəsə bir şey saxlayıb, bir mərdlik görüb, bu mərdlik eləyib. Allah qəlbi rahat buraxmır. Deyib, bunu qoymayacam, xarab olsun. Bu qəlb abad qalacaq. Allah imkan vermir.